Salam. Mövzumuz olacaqdır 5.2 artı 8-ci sinif biologiya 2-ci hissədən. Burada soruşulur, müzakirə edin. Yetkin insanın ağız boşluğunda neçə diş olur? Bildiyiniz kimi yetkin insanlarda 32 ədəd diş olur normalda. İkinci soruşulur, onlar quruluşuna və formasına görə fərqlənirmi? Bu nə ilə bağlıdır? Bax, burada ağız boşluğu haqqında məlumat öyrənəcəyik. Bildiyiniz kimi ilkin həzm prosesi ağız boşluğunda başlayır. Burada dişlərin köməyi ilə qida xırdalanır, ağız suyu ilə ıslanır, sıyğa bənzər kütləyə çevrilir. Qidanın xırdalanması, çeynənilməsi isə bax, bu dişlər vasitəsilə həyata keçirilir. Dişlər bildiyiniz kimi məmələrdə ixtisaslaşıblar, öz müxtəlif funksiya yerinə yetirməklə əlaqədar olaraq, o cümlədən insan da məməllər sinifinə aid olduğuna görə bizdə də öz funksiyasına görə müxtəlif dişlər mövcuddur. Gördüyünüz bu diş kəsici dişdir. Bu köpək dişi, kiçik azı dişi, böyük azı dişi. Hər bir diş isə öz növbəsində 3 hissədən ibarətdir. Ağız boşluğunda görünən bu ağ rəngdə olan hissə dişin tacı adlanır. Dişin boynu isə ətlə örtülü olan hissədir. Çənə sümüklərində isə dişlərin yuvalarında dişlərin kökü yerləşmiş olur. Bax, bu təsvirdə dişin en kəsiyində onun quruluşu verilibdir. Əgər baxsaq, görərik ki, ağız boşluğunda olan diş tacının üzərini sərt mina qatı örtür. Mina qatı ağ rəngdə olur, sərt olur. Onun altında dentin maddə yerləşir. Dentin maddənin içərisində isə dişin özəyi yerləşir. Dişin özəyində həm sinirlər, həm də qan damarları mövcuddur. Bu dişin hüceyrələrinin qidalanmasını və sinirlənməsini həyata keçirir. Dişin boynu isə qeyd elədik ki, dişin əti ilə örtülüdür. Dişin kökü isə çənə sümüklərində yerləşən alveollarda yerləşmiş olur ki, o da sement adlanan maddə ilə dişin boynu və kökü həmin çənə sümüklərinə birləşmiş olur. Burada isə alt çənənin təsviri verilibdir. Gördüyünüz kimi, burada 4 ədəd alt çənədə ön tərəfdə kəsici diş yerləşir. Kəsici dişlərin, burada indi yarısını, çənənin yarısını verib, amma mən bu 4 dənə kəsici diş olduğunu qeyd edirəm. Hər tərəfdə bir ədəd köpək dişi mövcuddur. Köpək dişindən sonra hər tərəfdə 2 ədəd kiçik azı dişləri. Sonra hər tərəfdə 3 ədəd, bax bu gördüyünüz kimi 3 ədəd böyük azı dişləri yerləşmişdir. Böyük azı dişləri, bax bu böyük azı dişləridir. Bunlar ömründə bir dəfə çıxır, amma yerdə qalan köpək, kiçik azı, köpək və kəsici dişləri isə 2 dəfə çıxır. Qeyd elədik ki, yetkin insanlarda 32 ədəd diş olur. Axırıncı böyük azı dişi ki var, bax bu gördüyünüz, bax bu dişlər hər iki tərəfdə ağıl dişləri hesab olunur. Ağıl dişlərinə həm də üst çənələrdə də rast gəlinir. İnsan kəsici dişlərin köməyi ilə, bax bu kəsici dişlərin köməyi ilə qidanı dişləyir. Azı dişləri vasitəsilə isə qida çeynəlilir, xırdalanır. Qida ağız boşluğundan dilin köməkliyi ilə udlağa ötürülür. Növbəti udlaqdan qida horrası mədəyə düşür. Mədə bax bu gördüyünüz kimi genişlənmiş həzm kanalının genişlənmiş hissəsi hesab olunur. Mədənin girəcəyi və çıxacağı mövcuddur. Mədənin üzərini birləşdirici toxuma qatı örtür. Mən qeyd eləmişəm ki, daxili orqanların üzərini sıx birləşdirici toxumadan əmələ gəlmiş qirşa örtür. O cümlədən mədənin də üzərini. Bundan sonra birləşdirici qirşanın alt hissəsində saya əzələ qatı yerləşir. Saya əzələ qatı qidanın mədədə qarışmasına, yəni əzəllər yığılmaqla
mədədə qarışmasına, irəliləməsinə köməklik göstərir. Bundan başqa mədənin daxili qatı mövcuddur ki, bu selikli qirşə adlanır. Daxili selikli qirşə gördüyünüz kimi büküklüdür. Bu onun səthinin sahəsinin artmağa köməklik göstərir ki, bunun da sayəsində qidanın həzm olması asanlaşmış olur. Burada mədədə ümumiyyətlə bildiyiniz kimi 1,5 litrə qədər tutuma malikdir, qida tutumuna malikdir. Deməli, mədə hüceyrələrinin ifraz etdiyi şirə mövcuddur ki, onlar bu şirənin sayəsində həm zülallar kiçik molekulalara parçalanmış olur, həm də süd yağlarına nisbətən parçalanması burada həyata keçirilmiş olur. Mədədən sonra, bura bir də qeyd edeyim, bu mədə-altı vəzidir uşaqlar. Bu da qaraciyərdir. Bunlar həzm kanalının kənarda yerləşən vəzlər hesab olunur. Bədənimizdə ən iri vəzi qaraciyər hesab olunur. Bu öd hissəsidir. Bax, bu kanallardan gələn isə qaraciyər ödüdür. Onlar axar vasitəsilə 12 barmaq bağırsağa açılır, xüsusi axacaqla. 12 barmaq bağırsağı həmçinin mədə-altı vəzinin axarları da açılmış olur. Deməli, mədənin daxili mühtəviyyatında turş mühit yaranır. Turş mühitin yaranmasında xlorid turşusu rol oynayır. Amma ödün təsirindən 12 barmaq bağırsaqda qələvi mühit yaranmış olur ki, həmçinin də ödün təsirindən həzm fermentləri fəallaşmış olur. Bundan sonra, mədədən sonra nazik bağırsaq gəlir. Nazik bağırsaq qeyd elədik ki, əvvəl mədənin çıxacağında sfinkter var. Hissə-hissə 12 barmaq bağırsağa qida horrası ötürülmüş olur və onu da dedim ki, bura həm qaraciyərin, həm də mədə-altı vəzinin axarları açılmış olur. Əsas həzm prosesi, qidanın həzmi bax burada həyata keçirilmiş olur. Bu, deməli, həzm prosesi sayəsində mövcud olan həm də burada peristaltik hərəkət var ki, bağırsaqlarda qidanın irəliləməsini təmin edir. Nazik bağırsaq özü 5-6 metr uzunluğunda olur. Təqribən o deməli 12 barmaq bağırsaq, sonra acı bağırsaq və qalça bağırsaq adlanan şöbələrə ayrılmış olur. Bundan başqa nazik bağırsaqda qeyd elədik ki, həm yağları, həm karbohidratları, həm də zülalları parçalayan fermentlər mövcuddur ki, o fermentlər deməli mədə-altı vəzi axacağı ilə 12 barmaq bağırsaq açılmış olur ki, həm də onu da qeyd eləmişik ki, həzm kanalının özünün daxili selikli qirşasında çoxlu miqdarda vəzlər mövcuddur ki, bu da həzm prosesini həyata keçirməni və soyurulmanı təmin edirlər. Deməli, çəngələbəz, deməli, yoğun bağırsaq, nazik bağırsaq yoğun bağırsaq keçir. Yoğun bağırsaq özü kör bağırsaq, çəmbər bağırsaq və düz bağırsağa ayrılır. Kör bağırsağın uzunda bax bu gördüyünüz çıxıntı apendeks adlanır. Kör bağırsağın çıxıntısı bu iltihablaşanda cərrahi əməliyyatla bu kənarlaşdırılmış olur. Növbəti, deməli, kör bağırsaqdan sonra dedik ki, çəmbər bağırsaq, o da adları var. Qalxan çəmbər, köndələn çəmbər, enən çəmbər və esvarı çəmbər bağırsaqlara ayrılır. Ondan sonra isə düz bağırsaq, axırda isə anal dəlik yerləşir ki, bunun sayəsində qidanın qalıqları bədəndən kənarlaşdırılmış olur. Qidanın qalıqlarının bədəndən kənarlaşdırılmasında bağırsaqların peristaltik hərəkəti həyata keçirir və onun köməkliyi ilə qida horrası və ya qida qalıqları irəliləmiş olur. Dedik ki, nazik bağırsağın uzunluğu 5-6 metr, yoğun bağırsağın ümumi uzunluğu isə təqribən 1,5-2 metrəyə qədər çatır. Yoğun bağırsaqda qidanın həzm olunması prosesi getmir, yalnız suyun geriyə soyurulması həyata keçirilir. Həmçinin yoğun bağırsaqda bağırsaq çöpü bakteriyaları mövcuddur ki, onlar
selloza tərkibli, yəni bitki mənşəli qalıqların parçalanmasında iştirak etmiş olur. Öyrəndiklərinizi tətbiq edin. Bunu isə növbəti dərsimizdə. Sağ olun. Bu qədər.